Salam əziz izləyicilər. Bu günlərin biz Quranın toplanması ilə bağlı danışacağıq. Həzrəti Peyğəmbərin dövründə Həzrəti Peyğəmbər ayə nazil olanda, ya bütöv bir surə nazil olanda Peyğəmbər onu müsəlmanlara oxuyardı və tapşırar ki, həmin bu ayəni, bu surəni yazsınlar. O vaxtı da belə deyək də Məkkədə az yazı yazıb oxuya bilənlər az idi, həddən artıq. Çünki o vaxtı ərəblər daha çox üstünlük verirdilər əzbərləməyə, hafizəliyə, hifzə üstünlük verirdilər. Onlar belə deyək də özlərinə yaraşdırmırdı yazıb oxumağı bilməyi. Bədəvi ərəblərdə məsələn kimsə yazıb oxumağı bilsə ya həmin qəbilədə sayı çox olsa, yazıb oxuyan şəxslərin sayı çox olsa, aşağı baxardılar, özlərini yaraşdırmazdılar. Bir təhqir sayardılar ki, görsən nə günə qalmısan ki, sənin hifzin zəifdir, hafizən zəifdir. Nə qədər şeylər əzbər bilirdilər. Yəni, yarışlar keçirirdilər hətta ərəblər öz aralarında ki, kimin hifzi daha güclüdür. Şeir yarışmaları keçirirdilər. Yəni, nəyisə baxmaq, nədənsə oxumağı özlərinə yaraşdırmırdılar ki, mən durum, nədənsə baxım, oxuyum. Qıraqdan kimsə görər, deyər, bunun hifzi zəifdir, bu hafizəsində nəsə bir problem yaranıb. Və o vaxtda Məkkədə tarixdə deyirlər ki, maksimum 17 nəfər yazıb oxumağı bilirdi. Və ayə nazil olanda, surə nazil olanda Həzrəti Peyğəmbər tapşırardı ki, həmin surəni, həmin ayəni yazsınlar. O vaxtda nəyə mümkünsə yazmaq, həmin məsələn daşın üstünə, ya dərinin üstünə yazardılar, ya xurma ağacının yarpağının enli hissəsinə yazardılar. Nəyə mümkündürsə onun üzərinə həmin surəni, ayəni yazardılar. Və Həzrəti Peyğəmbərin xüsusi katibləri var idi. Katibləri ilə bağlı bəziləri 23 katibi olub Həzrəti Peyğəmbərin, bəziləri 25-dir, müxtəlifdir. Yəni rəqəm sayında fərqli fikirlər var Həzrəti Peyğəmbərin katibləri ilə bağlı. Və keçən dəfə ki, surələrin adları ilə bağlı dediyi toqifidir, yoxsa toqifi deyil surələrin adları. Və nüzul ardıcılığı, ayələrin nüzul ardıcılığı ilə bağlı da belə bir sual yaranır ki, görəsən ayələrin nüzul ardıcılığı toqifidir, yoxsa yox? Bəzilər deyirlər ki, bir çox ayələr toqifidir, bəzilər deyirlər bütün ayələr toqifidir, bəzilər deyirlər yarı-yarıya, yəni 50% toqifidir, 50% ictihadidir, yəni sahabələrin şəxsi rəyinə görə qeyd yazılıb, düzülüb. Əllamə Təbətəbai belə bir fikir irəli sürür ki, deyir, əslində Quranın bütün ayələri toqifidir. O vaxta qədər ki, Həzrəti Peyğəmbər sağ idi. Yəni, Həzrəti Peyğəmbər sağlığında bütün ayələrin yerini demişdi ki, bu ayənin yeri budur. Yəni, məsələn, Peyğəmbər Quran ayəsini oxuyur və Bismillah çəkəndə artıq bilirdilər ki, sahabələr yeni bir surə başlayır. Və sahabələr də Peyğəmbərin oxuduğu kimi hər hansı bir yerə qeyd edirdilər. Və Peyğəmbər dünyasını dəyişəndən sonra sahabələr müdaxilələr elədilər. Əllamə Təbətəbai belə bir fikirdədir ki, müdaxilələr elədilər, hərə öz şəxsi ictihadi nəzərin qoydu ortalığa və ona görə də Peyğəmbərdən sonra bəzi ayələrin yerlərində dəyişikliklər oldu və ona görə də hamısını biz toqifi deyə bilmərik. Və Həzrəti Peyğəmbər İmam Əli əleyhissalama Quranı toplamağı tapşırmışdı ki, mən dünyamı dəyişəndən sonra Quranı toplayarsan, cəm eləyərsən bir yerə. Və Həzrəti Əli əleyhissalam da Peyğəmbər dünyasını dəyişəndən sonra Quranı toplayır, cəm eləyir. Və tarix yazır ki, 6 ay ərzində Quranı toplayır Həzrəti Əli əleyhissalam. İmam Əli əleyhissalam da Həzrəti Peyğəmbərin ən yaxın sahabəsi olub və Allah tərəfindən seçilmiş bir şəxs olub, imam olub.
və peyğəmbərin hədislərdə gəlib ki, Həzrəti Peyğəmbər xəstə, yəni ölüm yatağında yatanda Həzrəti Əlini sıxır öz sinəsinə. Həzrəti Əli əleyhissalam buyurur ki, Həzrəti Peyğəmbərin sinəsindən mənim sinəmə bir elm qapısı açıldı. 1000 dənə elm qapısı açırdı. Hər qapının da 1000 qapısı var idi. Və demək olar ki, Həzrəti Əli əleyhissalamın elmi elm-i lədunnə idi. Yəni elmi iktisabi deyildi. Allah tərəfindən verilmiş bir elm idi. Və Quranın da şərhini, Quranın təfsirini, hər bir ayənin izahını Həzrəti Əli əleyhissalam daha yaxşı bilirdi. Digər sahabələrə baxmış, daha dərindən bilirdi. Yəni bir şey ki, yəni Həzrəti Əli peyğəmbərin özü idi. Yəni Həzrəti Əliyə sadəcə vəhy nazil olmurdu. Allah tərəfindən seçilmiş bir şəxs idi və Həzrəti Əlinin fəziləti ilə bağlı çox hədislər deyilib, çox sözlər deyilib. Artıq da bunları burada demirəm ki, mövzumuz Həzrəti Əli əleyhissalamın şəxsiyyəti deyil. Həzrəti Əli əleyhissalamın Quranı toplaması, tarixdə yazırlar ki, Həzrəti Əli əleyhissalam Quranı cəm eləyir, 6 ay ərzində gəlir məscidə və üzünü müsəlmanlara tutur, deyir ki, bəs mən Peyğəmbərin tapşırığını yerinə yetirdim, Quranı topladım, cəm elədim Quran-ı Kərimi. Və Həzrət Peyğəmbər buyurubdur ki, sizin aranızda 2 əmanət qoyub gedirəm. Kitab və Əhl-i Beyt. Bu, Allahın kitabıdır, Quran-ı Kərim və mən də Peyğəmbərin Əhl-i Beytiyəm. Və orada Həzrət Əli əleyhissalamın təqdim elədiyi Quran-ı Kərim, yəni topladığı Quran-ı Kərim qəbul olunmur. Və qəbul olunmamağının da müxtəlif səbəbləri var. O səbəbləri çox izah eləmək istəmirəm. Və Həzrəti Əli əleyhissalamın müshəfinin üstünlükləri var idi. Yəni, məsələn, indi biz o bir sonraki çəkilişlərimizdə biz Quranın toplanması ilə bağlı, yəni birinci xəlifə Əbu Bəkirin tapşırığı ilə toplanan Quran barədə biz danışacağıq. Bu, Həzrəti Əli əleyhissalamın topladığı Qurandır ki, bunun xüsusi üstünlükləri var idi. Birinci üstünlüyü budur ki, Həzrəti Əli əleyhissalamın topladığı Quran nüzul ardıcılığı ilə idi. Yəni, birinci hansı surə nazil olmuşsa, ikinci hansı surə nazil olmuşdusa, o cür Həzrəti Əli əleyhissalam Quranı yazmışdı, toplamışdı bir yerə. İkincisi, Həzrəti Əli əleyhissalamın müshəfinin qiraəti eyni ilə Həzrəti Peyğəmbərin qiraəti idi. Yəni, Həzrəti Əli əleyhissalamın qiraəti ya Həzrəti Peyğəmbər eyni idi. Yəni, heç bir fərqlilik yox idi. Və digər üstünlüyü budur ki, Quran-ı Kərimdə şən-ü nüzul, ayələrin nazil olma məkanı qeyd olunmuşdu, hadisələrlə bağlı yazılmışdı bu hadisəyə görə və bəzi şəxslərin adları qeyd olunmuşdu. Məsələn, münafiqun kəlməsi gələndə hansısa bir ayədə münafiqlər kəlməsini işlədəndə Allah, Həzrəti Əli əleyhissalam həmin münafiqlərdən məqsəd kimlər idi? Onları bir-bir Həzrəti Əli əleyhissalam ad qeyd eləmişdi Quran-ı Kərimdə. Və Quranın digər bir üstünlüyü də budur ki, Həzrəti Əli əleyhissalam həmin topladığı Quranda ümumi tərəfləri açıqlamışdı. Məsələn, ayədir, ilahi bir kəlamdır, hansısa bir hadisəyə görə nazil olub, şən-ü nüzulun qeyd edib və bunun ümumi tərəflərini Həzrəti Əli əleyhissalam açıqlayır həmin müshəfdə. Və indi hal-hazırda Həzrəti Əli əleyhissalamın topladığı Quran-ı Kərim hardadır? Bununla bağlı da hədislər var, fərqli fikirlər də var, amma ümumi olaraq bir çox üləmanın fikri budur ki, Həzrəti Əli əleyhissalamın topladığı, cəm etdiyi Quran hal-hazırda İmam Zaman ağadadır. Və yəni silsilə var Həzrəti Əli İmam Həsənə, İmam Həsən, İmam Hüseynə, İmam Hüseyn, İmam Səccada bu cür bir digərlərinə bir irs kimi ötürüblər və hal-hazırda deyilir ki, bəs həmin Quran-ı Kərim İmam Zaman ağadadır. İnşallah gələn verilişlərdə, gələn söhbətlərimizdə Əbu Bəkirin, birinci xəlifə Əbu Bəkirin
tapşırığı ilə toplanan Qurandan danışacağıq inşallah. Bu qədər. Sağ olun. Allah amanında gələn görüşlərədək.